Samir Bayramov qırmızı lentlə yarış meydanına çıxacaq. Qara kəmər sahibi, onun rəqibi Elbrus Məmmədov isə qəhvəyi kəmər bağlayıb. Kyokushinkai təlimi bu karatenin dediğim kimi ən sərt üslublarından biri hesab olunur. Vaxtilə Matsutasu Ayama 1950-ci illərdə, 1960-cı illərin əvvəlində bu döyüş təliminin əsasını qoyarkən ona əbəs yerə belə bir ad verməyib. Mütləq həqiqət axtarışı. Yəni insan nəyə qadir olduğunu, özü haqqında mütləq həqiqəti bilməlidir və bu yolda irəliyə doğru inamla getməlidir. Lakin bu yolun sonu yoxdur. İnsan bu döyüş təlimi ilə məşğul olarkən hətta ən axıl dövründə, qocalıq çağlarında belə öyrənməli, bir daha öyrənməlidir. Başqa sözlə Matsutasu Ayamanın da dediği kimi bu döyüş təliminin imkanları nəhayətsizdir və hər dəfə onu öyrəndikcə yeni maddələr, yeni müddəalar aşkar olunur və hər dəfə də bunları öyrəndikcə onların kəmərinin rəngi də dəyişilir. Bu barədə mən birinci reportajımızda sözlər bildirmişdim. Bu rəng dəyişmənin, yəni ağ kəmərdən qara kəmərə doğru irəlilədikcə onların rənginin dəyişməsinin mahiyyəti nədir? Təsəvvür edin ki, idmançı əgər ilk dəfə məşqə çıxırsa, onun hələ kəməri tamamilə ləkəsizdir. Yəni, o hələ bu döyüş təlimində demək olar ki, heç nə bilmir. Tədricən, vaxt keçdikcə, məşqlər bir-birini əvəz elədikcə, karateçi zəhmət çəkdikcə, onun bu zəhmətinin təri kəmərində özünü qürurca verməyə başlayır. Kəməri rəngi müəyyən müddət keçdikcə dəyişib, sarı, narıncı, qəhvəyi, yaşıl, qara rənglərə boyanır və qara rəng bu bəlkə də belə qiymətləndirilə bilər ki, bəli, artıq döyüş təliminin bütün sirləri öyrənilir, amma belə deyil. Matsutasu Ayama qeyd edirdi ki, əgər idmançı 10-cu dan qara kəmər dərəcəsinə layiq görülübsə, yəni onun kəməri qara rəngdirsə, bu da hələ onun heç də kamillik Əliyev Akşin, Azərbaycan 7-ci yer, Hüseyin Ruslan, Azərbaycan 8-ci yer. İdmançı yenə də öyrənməlidir və bu zaman qara kəmər də tədricən didilib, yenə də ağ rəngə boyanır və hər şey yenidən başlanır.